Boyat çörəklərini atıram, nə də toyuq cücəyə verirəm. Belə ləzzətli kotletlər hazırlayıram. Əsl kasıb yeməyidir deyə bilərik. Ət kotletindən də qətiyyən geri qalmır. Çörəyi doğrayıb üzərinə soy əlavə eləyirəm ki, yumşalsın. Sonra suyunu sıxıb başqa bir qaba yığıram. Üzərinə sürtkəcdən keçirdiyim kartof, soğan, keşniş, yumurta, duz, istiyot və sarı kök əlavə eləyirəm. Yoğurub kotlet formasını verirəm. Tavaya düzürəm ki, bişsin. Kotletlər bişənə kimi sizə saç tökülməmi necə dayandırdım ondan danışım. Tez-tez xəstələnirdim, saçım da sel kimi axıb gedirdi. Multizan D3 10.000-i qəbul etməyə başlayandan belə problemlərim qalmayıb. Bahalı balıqlara pul tökməkdən bezmişdim. Faydası da çox az idi. Amma indi həftədə bir tablet Multizan D3 ilə bədənimin ehtiyac duyduğu D vitamini miqdarını qəbul etmiş oluram. Qısa müddətdir istifadə eləməyimə baxmayaraq effekti möhtəşəmdir. Bu arada kotletlərim də bişdi. Evdəki hər kəs çox bəyəndi. Eyni ət kotleti kimi dadır və qoxur. Hazırlasaz peşman olmazsınız.